Salam, bu dəfə sasika çörək necə hazırlanır onu yenə göstərirəm sizə. Bu dəfə əlavələrimiz də var, pomidor və xiyar da əlavə eləmişik. Və ilk öncə çörəyi kəsirik. Çörəyi yenə həmişəki kimi 4 yerə kəsirik. Bir dəqiqə bu çörəyi mən belə kəsim 4 yerə. Yenə bizə bunun 1/4 lazımdır. Qalanı lazım deyil. 1/4 götürürük. 1/4 götürürük və yenə həmişəki qaydada belə kəsirik. Aha, bu belə hazır oldu. İndi birinci nəyi əlavə edək? Birinci bir sasikanı yenə əvvəlki qaydada. Yenə bunu belə açırıq. Bu dəfə deyəsən uğurlu oldu, yoxsa? Hə, bu dəfə uğurlu oldu. Bu dəfə uğurlu oldu, belə açıldı. İndi yenə bunu 3 yerə bölürük. Aha, bir yerə bölə bildik. Bir dənə də yenə bölürük. Bu dəfə gördüyünüz kimi əlavələr var. Bu dəfə xiyar və pomidor da əlavə eləmişik. Bu sasikanı böldük belə 3 yerə. İndi bunu əlavə edirik hara? Çörəyin arasına. Belə. Ondan sonra indi də bunu yenə belə əlavə elədik. Və gördüyünüz kimi artıq qaldı. Artıq qalanda həmişəki qayda ilə buradan kəsib bura əlavə edirik. Bu belə hazır. İndi bunlardan da kəsirik xırda-xırda. Nə qədər nazik kəssəniz o qədər gözəldir. Məncə bu qədər kifayət edər. Bəsdir bu qədər. Sonra pomidoru da yenə həmişəki qaydada kəsə gözəl olar. Çox dilim kəsməyəcək. Məncə az da olsa kifayət edər. Bu qədər hardasa bəs edər. Bu qədər bəs edər. Bunları da gördüyünüz qaydada bura əlavə edirik. Siz əlbəttə istəsəniz zövqünüzə görə istədiyiniz cür edə bilərsiniz. Mən indi belə edə bilirəm. Məncə bu qədər kifayət edər. Bu da oldu sizə sasika çörək oldu. Bu dağılmasın. Və burada qara rəngli qazlı su da var. Bu qara rəngli qazlı sudan da bura tökülür. Çünki su olmasa biraz bu yemək çətin olur. Və yenə həmişəki kimi bunun su içib başlayırıq yeməyə. Bəli, bu dəfə gördüyünüz kimi içi tam dolu sasika çörəkdir. Dadına baxaq. Bu dəfə daha dadlıdır. İzlədiyiniz üçün təşəkkürlər.